Əvvəllər qadınlarımız qorxurdular süd vəzi müayinələrinə gəlmək. Çünki ilkel metodlar, məsəl üçün mammoqrafiyanı desəm, ağrıya səbəb olurdu, sıxıntı yaradırdı. Əməliyyatlar da daha radikal əməliyyatlar idi. Hazırki dövrdə süd vəzi xərçənginə yanaşmada bir yaxşıya doğru irəliləyiş var. Süd vəzi müayinələrimiz daha tez başa gəlir, daha ağrısız başa gəlir, xəstələrin komfortunu pozmur. Əməliyyatlarımızda da radikallıqdan daha çox orqan qoruyuculara doğru addım atmışıq. Necə? Müayinələrimiz necədir? Mammoqrafiyada hal-hazırda mammoqrafiya tomosintezimiz var, 2D mammoqrafiyalarımız var idi, indi 3D keçmişik. Bizdə hal-hazırda Azərbaycanda yoxdur, amma hal-hazırda dünyada skrininq metodu kimi istifadə oluna biləcək avtomatlaşdırılmış ultrasəs müayinəmiz var. Üçüncü bir metod kimi MRT müayinəmiz var. Bunların hamısı xəstəliyin mərhələsindən, tipindən, xəstənin hansı qrupa aid olmasından asılı olaraq həkim tərəfindən seçilir və təyin edilir. Əməliyyatlarda da xəstəliyin yenə də tipindən, yayılmasından, tümörün sayından, mərhələsindən asılı olaraq orqan qoruyucu əməliyyatlarımız, yəni süd vəzini qorunaraq icra etdiyimiz əməliyyatlardan daha radikal əməliyyatlara doğru sıralamamız var. Yəni xəstələrimiz müayinədən və müalicədən çəkinməsinlər. Erkən mərhələdə süd vəzi xərçəngi sağalan xəstəlikdir. Risk qrupasında olan, yəni yaxın qohumlarında süd vəzi xərçəngi aşkarlanmış xəstələr və ya əvvəllər özü süd vəzi xərçəngi keçirmiş xəstələrimiz özlərinə daha diqqətli yanaşsınlar və həkimə müraciət etməkdən çəkinməsinlər.